Bilmuğayla Canal Medeni Kudarısı'nın Torpak Çarşambası'na ders olunmuş Nobis Festivalı'na hoş gördüğünüz. Aziz hamvatanlar, hürmetli tedbir işbirlikçileri, şehit valideleri, şehit azizleri, icazə verin sizleri Torpak Çarşambası, Torpak Bayramı münasibetiyle Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarovun adına, öz adımla salamlayayım, bayramınız mübarek olsun diyeyim. Aziz hamvatanlar, bu günleri təqvimlə ayın 18'i milli manevi değerlerimizden Novruz gününe 2 gün kalır ve bizim milli manevi değerlerimizde, folklorumuzda 5 çarşambası. Biz adeta bunu 4'ü qeyd edirik. Biri evvelden gelir yalancı çarşamba deyilir. İkinci gelir su çarşambası, ot çarşambası, yel çarşambası ve bugün de torpak çarşambasını qeyd edilir. Aziz hamvatanlar, 5 çarşamba yok, ilin 365 günü Azerbaycan'da indi bayramdır, qeyd eləmək olar. Bu bayram 365'i ona göre dedim ki 5 yıl bundan qabaq bizim torpaqlarımız işgal altındaydı. O torpaqlarda bayram keçirə bilmirdi. Qaçqın, didərgin, köçkün, evindən, eşiğindən viran qalmış yurdundan didərgin salmış bizim soydaşlarımız var. Bax, bizim Allah rəhmət eləsin şəhidlərimizə, qazilərimizə can sağlığı, döyüşçülərimizə Allah subaylarına toy qismət eləsin. Onların şücaəti hesabına Allah'a şükür Azerbaycan'ın bütün güşələrində Azerbaycan bayrağı dalgalanır. Əminamanlığı qismət eləsin. Ona göre ben deyirəm ki 365 günü, 365 günü de bayramdır. Bu bayramı keçirməyə bizim mənəvi haqqımız var. Əziz həmvətənlər, sabahdan belə bir bayramımız var, tədbirimiz keçiriləcək. Bundan da demək, dur keçiriləcək inşallah. Umumi rayon tədbiri də səhər keçiriləcək və bu gün də bizim Qaratəpə kəndində hərbi hissədə saat 4'te bizim tədbirimiz keçiriləcək. Kimin imkanı varsa, bak burada Nadir müəllimgil, Varis müəllimgil, ondan sonra iştirak edənlər, Məhəmməd müəllim nəzərdə tutmuşuq ki, buradan geri Xonça qayıdmayacaq. O Xonça gələcək bizim orada olan hərbi hissəyə, o balalara. Qoy onlar da necə ki vətəni qoruyurlar. Allah onları qorusun, Allah sizləri qorusun, Allah cənab prezidenti qorusun, Allah Azerbaycanımız qorusun, Allah dünyamızı qorusun. Həmişə yer üzündə sülh olsun. Növbəti illərdə bir neçə illərlə Novruz bayramını qeyd edirlər. Bir daha bayramınız mübarək, sizləri təbrik edirəm. Sağ olun.